Salam, hər vaxt xeyir olsun, dəyərli qrup üzvləri, necəsiniz? Ümid edirəm, yaxşısınız. Uşaqlar, az öncə 5015-dən dedim ki, sel olacaq. 15 dollarlıq, yəni 8 dollar bir eniş oldu. Riski sevənlər əməliyyatı aşıda bağladılar. İndi yenə deməli 5025-dən, 26-dan yenə alışlar var. Biri 10-15 dollarlıq, amma xəbərlər var. Səhər saatlarında 5000-dən gələn gəlirlər, uğurlu olsun, hamımız üçün düşərli olsun. 27-28 dollara qalxdı. Ondan sonra 5025-dəki alışlarda da gəlirlər kifayət qədər oldu. Ən azından bu da bir 17-18 dollarlı qalxdı. Qəşəng bir gəlir oldu. Digər cütlülərə gəlində isə biz gümüşdə deməli bay əməliyyatlarını icra etmişdik. Bay əməliyyatları. Görə bay əməliyyatları nə edir gümüşdə? Deməli, gümüşdə bay əməliyyatlarımız 78-700 deyək. 78-700-dən biz bay əməliyyatları 78-700 gəlir bura düşür. Hətta bura. Bu yanları da buradan bay əməliyyatları kifayət qədər gəlir gəldi uşaqlar. Yəni, tək bu siqnallardan demək, qızılla gümüşdən 2 dənə qızılda siqnal, bir üçüncünü biz saymayaq da, indi dördüncünü saymayaq. 2 dənə baylardan və bir dənə gümüşdən baylardan mükəmməl gəlirlər verdi. Yəni, həqiqətən çox möhtəşəm bir gəlirlər verdi. Ondan sonra Bitcoin-da da alışlar bizdədir. Bitcoin-da alışları arada demişdim uşaqlar. Bitcoin-da alışlar bizdə 67-600-lərdən idi. 67-600'lər hara düşür? 67-600'lər bura düşür. Yəni bu da kifayət qədər 68-300'lərə qədər qalxdı. Mükəmməl gəlirlər verdi. Ethereum-da da bay əməliyyatlar vardı. O da qəşəng gəlirlər verdi. Yəni bir sözlə, yəni tək deməli bugün qızılda, gümüşdə, Bitcoin-da, Ethereum-a Bitcoin lazım deyil. Tək bizdə siqnallardan gümüşlə qızılda olan siqnallar möhtəşəm gəlir verdi. Yəni baxın, yenidən bay açıldı. Yəni ən yaxşı halda 5 dollarla bir qalxış verəcək bizə. İndi kim riski sevirsə verər. Deməli, xəbərlər var. Xəbərlərdə də biz nəyi gözləməliyik? Əsasən də yəni qiymətin sürətlə yuxarı qalxması 5125-lərdir, 5223-lərdir, 5323-lərdir. Yəni bugün sürətli bir qalxış, yəni saat 11-12-yə qədər bu qalxışı biz bu cür, yəni nə cür olacaq, onu göstərim sizə. Yəni, baxın, belə eləyək. Yəni, belə bir dənə hərəkət. Göstərək sizə hərəkəti. Baxın, belə bir dənə hərəkət. Və özü belə də yox, belə bir dənə hərəkət göstərir sizə. Yəni, xəbər çıxandan sonra bu cür belə bir dənə qalxış, sonra da belə bir dənə qalxış. Yəni, ümumilikdə gəlib ara kimi, demək, hansı nöqtəyə kimi. Demək, belə, bura bir dənə, belə bir dənə, sonra bir dənə belə kölgə ilə qalxacaq yuxarı, belə bir dənə kölgə vura bilər. Yəni, ümumi olaraq belə bir şeylə nəticələnə bilər. Yenə xəbərləri gözlə. Alternativ senari də var, yəni satış əməliyyatları üçün. Satış əməliyyatları təbii ki, artıq 4070-lərdən, yəni satış əməliyyatları. Amma yenə fokuslanırıq biz buy əməliyyatlarına, baylar. Baxın, 26-da açılan bay artıq deyək ki, 27-də 1 dollarlıq bir gəlir var. Biz yəni əməliyyatları bağlamışıq. Yəni kim riski sevirsə yenə də verir bilər əməliyyatları, bay verə bilər. Belə, qalxışları, sürətli qalxışları gecə saat deməli neçəyə qədər? Gecə saat qalxışları biz gözləyirik. Gecə saat 23:45-ə kimi. Ancaq buy. Yəni biz bunu gözləyirik.
Bu əməliyyatda da $2 bir qalxış var hələ ki. Hələlik uşaqlar özünüzə yaxşı baxın.